Sənə ant verirəm Allaha. Sən o Nəsimi balanın canına. Bu müğənniləri bir-birinə az qırdırın. Elə bir də uşaqlıq şəkli. Musiqiçiləri bir-birinə az qırdırın. O günləri mən bir toy sahibi zəng vurdu. Bir müğənninin adını çəkdi. Götdüm o müğənnini yığdım. O müğənni dedi ki, o müğənnini oradadısa mən oraya gəlmirəm. Bu söz söhbəti qutarın. Kişinin oğlu Gül kimi mahnı oxudu. Onu soruşmadım. Musiqi nədir, necədir? Ondan danışmadım. Çünki mən bildiyimə görə hamısı aşıqdır. Hamısı xanəndədir. Deyil. Hamısı gözəl müğənnidir. Hamı çörək qazanır. Qulaq asla sənin başına dönərəm. Qurban olaram. Nə dəxli var ki, o sazmen oldu, bu aşıq oldu. Ya Mən sən niyə xanəndə aşıq oldum, mən müğənni oldum. Sən niyə aşıq mübarizdən yola getmirsən? Mübariz mənim ürəyimdə, qardıbım bildik. Yox, Mən qardaş, niyə toy yola müğənnisiyəm. Qoy mən bayağı demirlər, bayağının yekəsil özüm mən. Qız cəhamata toyunu 5 Onda indi ifa eləyir bayağının yekəsi. Hə, nə olsun ki, Buyur, nə bayağının olacaq yekəsi, ki orada? buyurun. Mən hay xanəndə kimi təqdim edim, nəyim dəyişir? Hay mən bayağı kimi təqdim edim, nəyim dəyişir? Hay mən şansonu xay kimi təqdim edim, nəyim dəyişir? Mənim elə həminki xanışam, həminki xanış bulur. Kardiolog gətirək atam. Mikail bəy, çox üzr istəyirəm. Bilirsən, hansı verilişi açırsan, hansı TikToka girirsən, o dedi ki, o maşın ucuzdur, bu deyir bu maşın, o deyir şokolatı mən yedim, bu deyir şəkərbarı mən yedim, o deyir heyvan mənimdir. Tanış, qoy bir dənə söz deyək, Mikail bizlə də. Bax, deyir, xəbər verin çapara, gəlib tufan qopara. Veriliş onda gözəl olur ki, o verilişi Mikail Gülətdin oğlu apara. Ha, buyur. Onu bildi ki. Buyur. Gözəl, xoş gəlmişsən. Sən lazım idi. Onu bildi. Yəni deməyim odur ki, Allah hamd olsun cəhamatla bezib. Valla beziblər bu qalma qaldın. Ha, bu oxumaqla Niyə ağlayırsan? Ha, bu sözdən söhbəti qutarın. Toxta, tox.